Futbolcağın əvvəlcədən bildiyi oyunun gedişatında 10 nəfərlə qalır. Məqələr xeyir edilmiş kimi hamıya təşəkkür edirəm ki, sona qədər böyle döyüşlər, vuruşlar, hər epizodda, hər məmləkdə şükürlər olsun qalib gəldik. Çox sevindik. Neftçi çox fəal başladı oyuna. Nə deyirdi? Gözlüyüz belə bir oyun. İlk dəqiqələrdən də hücuma onlar atırdılar. Keçmiş oyunlara baxanda nəzər salanda Neftçi həmişə burada öz evində oyuna başlarında agresif başlayır, aktiv başlayır oyuna. Daha sonra fərqli oyun izləyirlər. Amma bugün eyni olaraq eyni qaydada belə başlayacaqlarını gözləyirdik, aktiv olacaqlarını gözləyirdik. Çünki son oyunlarda Neftçi çox yaxşı formadadır. Ona görə də anlaşmışdıq yaxşı. Şükürlər olsun qalib gəldik. Komanda tələsmirdi. Hiss olunurdu ki, elə bir heçişə də sərf edir. 10 nəfərlə qalmışsınız, səfərdə oynayırsınız. Düşünməzdim. Yəni qıraqdan söylediyi kimi biz sırf müdafiə tutmamışıq. Orta zonda qarşılaşdıq. Sən ancaq Bizə düşən fürsətlərində belə yararlanmağa çalışırdıq. Düşünürəm ki, az belə şotlarımız olmadı. Sadəcə sonluqda biraz sorunlar gətirə bilmədik. Uğur olsun. Çox sağ olun. Sağ olun.